Hər birinizə salam dəyərli dostlar. Hər birinizi Fit 360 kanalında görməkdən məmnunam. Mən Vasif. Bugünkü mövzumuz bədən kütlə indeksidir. Dəyərli dostlar, ilk növbədə bildirim ki, bədən kütlə indeksi nədir? Bədən kütlə indeksi hər birimizin idman edən və yaxud etməyən hər bir dostumuzun, yoldaşımızın bilməli olduğu əsas nüanslardan biridir. Belə ki, bədən kütlə indeksini bildiyimiz zaman biz bədənimizin nə qədər yağlı, nə qədər çəkili və yaxud arıq, nə qədər boyumuza uyumlu olduğunu bilmiş oluruq. Belə ki, məsələn, atıram 1.80 boyunda bir insan düşünək. Bu insan 100 kq çəkilədir. Təbii ki, o öz çəkisinin nə qədər sağlam olduğunu bilmək üçün, belə deyək, bu bədən kütlə indeksindən istifadə edərək təyinat apara bilər. Belə, dostlar, bədən kütlə indeksini necə hesablamaq mümkündür? Bununla bağlı keçək mövzumuza. Keçirik deməli saytımıza. Saytımız kalkulator.net saytıdır. BMI indeksi hesablamaq üçün bu saytdan istifadə edirik. Bu saytın URL-sini, yəni linkini aşağıda description hissəsinə yerləşdirəcəm. Hər biriniz girib rahat şəkildə BMI indeksinizi hesablaya biləcəksiniz. BMI dediyimiz kimi The Body Mass Index sözündən götürülüb. Baxın, The Body Mass Index sözündən götürülüb və bədən kütlə indeksi deməkdir. Və burada gördüyümüz kimi sol pəncərəmizdə məlumat bazamız var. Burada age, yaşımızı, cinsimizi qeyd edirik. Height, boyumuzu və weight, çəkimizi qeyd edərək calculate, belə deyim, xanasına basmaqla biz nəticəmizi burada görmüş oluruq. Gördüyünüz kimi, mən bunu öncədən yazdığım üçün sizə izah edirəm ki, BMI indeksim məsələn mənim 24,9 çıxıb və burada qarşısında normal yazılıb. Burada aşağıda gördüyünüz kimi bir speedometrimiz göstərilib. Burada 40 və 35 aralığı gördüyünüz kimi obezite bölməsi gedir. Obezity sözü ingiliscədən götürülür və obez deməkdir. 35-40-dan yuxarı şəxslər artıq aşırı yağlanmış, yəni obez insanlar sayılır. Əgər nəticəmiz 24,9 məsələn 30 və 35 aralığındadsa, bu artıq nisbətən obez sayılır. Yəni belə deyim, aşırı yağlı deyil də, yağlı bir kütlə sayılır. 25-30 aralığında olan indeksimiz isə bizim overweightdir, yəni artıq çəkili sayılırıq. Yəni 25 həddini keçdiyimiz zaman indeksimiz artıq 30-a qədər biz ağır çəkili bir şəxs sayılırıq. Və gördüyünüz kimi mənim nəticəm 18,5-25 aralığında olduğu üçün bu tam sağlam nəticə sayılır. Lakin gördüyünüz kimi məndə də artıq dirəniş nöqtəsindədir 24,9. Mən də belə deyək, artıq çəkimi nisbətən aşağı salmağa çalışmalıyam ki, bu sağlam belə deyim hissədən çıxmayım. 17 və 18,5 aralığı artıq underweightdir, yəni aşağı yüngül çəkiyə düşmüş sayılır, yəni arıq sayılırıq və gördüyünüz kimi 17-dən aşağı sıralı şəkildə bizim çəkimizin aşağı düşməsi və arıq insan olduğumuzu bildirir. Dəyərli dostlar, biz bu belə deyim indeksi daim olaraq nəzarətdə saxlamalıyıq. İlk növbədə, yəni idmana getsək də, getməsək də bu bizim artıq bədənimizi tanımaq üçün bir açardır və belə deyiblər ki, idmançının dostu onun tərəzisi və güzgüsüdür. Dəyərli dostlar, mən təklif edərdim ki, dükanlarda olur, nisbətən ucuz qiymətə tərəzilər də var. Alıb birini evdə yerləşdirə bilərsiniz və həftədə heç olmasa 2 dəfə özünüzü ölçərək bu indeksi hesablamağınız məncə mütləqdir. Və bu arada bunu da bildirim ki, çəki nə zaman ölçülməlidir? Çəkini ölçdüyümüz zaman bu səhər və ac qarnına ölçülməlidir. Təbii ki, üst geyimləri çıxararaq rahat şəkildə çəkinizi ölçürsüz və qıraqda qeyd edirsiniz, indeksimizi hesablayırsınız. Dəyərli dostlar, bu bizim saytımızdır, hansı ki kalkulator.net saytında dediyimiz qaydada BMI indeksimizi hesablamaq mümkündür. İstəyirsinizsə sizə bir dənə bunun kalkulator vasitəsilə sadə bir variantda riyazi hesablamasını göstərim. Baxın, burada kalkulatora daxil oluram. Mən burada sizə göstərəcəm indi 24,93-ü necə aldığımızı. BMI indeksimizin hesablanma qaydası çəkimiz bölünür boyumuzun kvadratına. Dəyərli dostlar, məsələn özümdən götürürəm. Mənim boyum 190 sm-dir. 190 sm metrlə göstərəndə 1,9 edir. 1,9 vurulsun 1,9. Bu artıq mənim boyumun kvadratıdır. Bu eləyir nəticəmiz 3,61 və mənim çəkim isə 90 kq-dır. 90 bölünsün 3,61. Və dəyərli dostlar, gördüyünüz kimi 24,9 alınır yuvarlaqlaşdırdıqda. Bu mənim artıq BMI kalkulatorumdakı indekslə tam olaraq eynidir və sağlam çəki kateqoriyası sayılır. Və təbii ki, siz başqa yerdə ola bilərsiniz, üzərinizdə telefon və yaxud notebook olmaz. Bu indeksi sadə və çox rahat şəkildə bu formada hesablaya bilirsiniz. Bir daha üstündən keçim, çəkimiz bölünür boyumuzun kvadratına. Bu qədər sadə. Dəyərli dostlar, siz də öz
BMI indeksinizi hesablayaraq nəticənizi rəylərdə yazmanızı sizdən xahiş edirəm və davamlı şəkildə BMI indeksinizi diqqətdə saxlamanızı, əgər nəticənizin 25 üzəri çıxdığını görərsinizsə, çalışmaq lazımdır ki, diyetaya oturasınız və çəkinizi 25-dən 18.5 aralığına salasınız. Hər hansısa bir sualınız olarsa rəy bölməsində bildirə bilərsiniz. Belə informativ məlumatların davam etməsini istədinizsə, bizə abunə olmağınızı, save etmənizi, like etmənizi və dostlarınızla bu videonu paylaşmağı sizdən rica edirəm. Bu qədər videonu sona qədər izlədinizsə sizə təşəkkürümü bildirirəm. Özünüzə yaxşı baxın. Xudahafiz.